Uşaqlıq dövründə çirkli havaya məruz qalmaq, bipolyar pozuntu, şizofreniya kimi müxtəlif xəstəliklərə təkan verir. Bu qənaətə Amerika Birləşmiş Ştatları və Danimarkalı elm adamları uzun müddət davam edən araşdırmadan sonra gəliblər. Əqli şikayətlər daha çox olduğu yerlərdə havanın çirkliliyi yoxlanılıb. Amerika Birləşmiş Ştatlarında da havanın təmizlik səviyyəsi aşağı olan yerlərdə bipolyar pozuntunun səviyyəsinin çox olduğunu təsdiqləyiblər. Belə ki, təmiz hava olan yerlərdə nisbətən depressiyanın 6%, bipolyar pozuntunun isə 27% çox olduğu müşahidə olunub. Bipolyar pozuntu emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və manikal yaxud da depressiv vəziyyətdə çatır. Bir qayda olaraq bipolyar pozuntu zamanı insan emosiyalarının kənar qütblərində uzun müddət qalır. Əslində bu xəstəlik həm çox ciddi, həm də üstünə tez bir zamanda düşülərsə və düzgün müalicə nəticəsində uzaqlaşdırılması mümkün bir xəstəlikdir. Alimlərin araşdırmalarına görə iqtisadi və sosial baxımdan baha başa gələn nevroloji və psixiatrik xəstəliklər fiziki mühitlə əlaqəlidir.